Romalılara məktub. 8-ci fəsil. Həyat verən ruh. Deməli, indi Məsih İsa'da olanlara heç bir məhkumluq yoxdur. Çünki həyat verən ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad elədi. Beləcə, cismani təbiət üzündən gücsüz olan qanunun eləyə bilmədiyini Allah elədi. Öz oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib, günahı onun cismi ilə məhkum elədi ki, qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, ruha görə həyat sürən bizlərdə yerinə yetsin. Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünürlər. Ruha görə yaşayanlar isə ruhla bağlı şeylər barədə düşünürlər. Cismani təbiətə uyan fikirlər ölüm, ruha uyan fikirlər isə həyat və sülh gətirir. Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik eləyir. Belə ki, bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməzlər. Lakin Allahın ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, ruhdasınız. Kimdə Məsihin ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salihliyi səbəbindən diridir. Əgər İsa'nı ölülər arasından dirildənin ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından dirildən, sizdə yaşayan ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. Allahın ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız. Övladlıq ruhunu aldınız. Elə o ruhun vasitəsilə Allaha Abba, ata deyə nida eləyirik. Elə ruh özü bizim ruhumuzla birgə şəhadət eləyir ki, biz Allahın övladlarıyıq. Əgər onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. İzzətli gələcəyimiz. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir. Çünki yaradılış öz iradəsi ilə deyil, onu təslim eləyənin iradəsi ilə puşluğa təslim edildi. Amma ümid vardı ki, yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq. Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildiyib, doğuş ağrısı çəkir. Ancaq təkcə yaradılış yox, ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildiyirik. Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid deyil. Axı kim gördüyü şeyə ümid eləyər? Amma görmədiyimiz şeyə ümid eləyəndə onu səbrlə gözləyirik. Beləcə, ruh da bizə zəif olarkən kömək eləyir. Biz nə üçün və necə dua eləmək lazım olduğunu bilmirik. Lakin ruh özü dillə deyilməyən ahlarla vəsadətçilik eləyir. Ürəkləri sınayan Allah da ruhun nə düşündüyünü bilir. Çünki ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsadətçilik eləyir. Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, onun məqsədinə görə çağrılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları öz oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin elədi ki, o, çoxlu qardaş arasında ilk doğulan olsun. Əvvəlcədən təyin elədiyi adamları da çağırdı. Çağırdığı adamları da salih saydı. Salih saydığı adamları da izzətləndirdi. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimləndirsə, kim bizə qarşı dura bilər?
O öz oğlunu belə əsirgəməyib, onu hamımızın uğrunda ölümə təslim elədisə, onunla birgə bütün şeyləri də bizə lütf eləməyəcəkmi? Allahın seçdiyi adamları kim ittiham eləyə bilər? Onları salih sayan Allahdır. Məhkum eləyən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik eləyir. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Necə ki yazılıb, biz gün boyu sənin uğrunda öldürülürük, qurbanlıq qoyunlar sayılırıq. Lakin bizi sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsa'da olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.